Salam, salam qardaş. Salam adaş. Necəsən? Nə var, nə yox? Keyfin əhvalı. Adaş, bayaqlar zəng vurublar mənə. Deyirlər ki, qəsəbədə, Maşrağa qəsəbəsində bir dənə padabiyet yer çıxıb. Dəyərli izləyicilər, birinci hamıya salam olsun. Hamınızı salamlayıram. Padabiyet bir evimiz çıxıb. İki dənə ev. Bir həyətdə iki dənə ev, 6 sotun içində. Özü harda? Maşlağanın tam mərkəzində. Klinika tikmək üçün. Sonra canım sənə desin, uşaq bağçası tikmək üçün. Nə bilim, yekə supermarket tikmək üçün, hər bir şey üçün ideal bir variant. Dəyərli izləyicilərimiz, həqiqətən ideal bir variant üçün. 6 sotun içində 2 dənə ev. Təmiz 6 sotdur. Dəyərli izləyicilərimiz, evimizin gördüyünüz kimi, bax belənin içində, görürsünüz, tam Maşlağanın mərkəzidir. Dəyərli izləyicilərimiz, 2 dənə evdir. Bəxtiyar, hara qaçırsın? 2 dənə evdir, dəyərli izləyicilərimiz. Deməli, biri babıdır. Gəl göstərək izləyicilərimizə. Bax. Bax, dəyərli izləyicilərimiz. Bax, buradır. Buradan da 10 metrə belə. Nə zəhmətim onu göstər. Bax, 10 metrə belə. Və bir də ki, 10 neçə metrə belə. Bir də bax, bura. Zəhmətimcə bir dənə bura da göstər. Bax. Bütün bax, bura. Amma evlər stosa getməlidir ya. Adaş, getməlidir stosa da, yox? Gəl. Adaş, bir də babıradır. Bax belə gördüyün kimi babıradır. Bir də ki, bu evdir. Bir də adaş, gəl buradan göstər izləyicilərimizə. Gəl yanıma. Bax, Maşlağanın tam mərkəzi. Gördüyünüz kimi, tam mərkəzdir. Dəyərli izləyicilərimiz. Bax, bu evdir. Bu evə, yəni ev sınasa qədəsi şeydir, göstərmirəm sizə. Padabiyekt. Ev, mülk. Tikmək üçün də ideallidir. Və yaxud da bir dənə ev tikirsən, qabağında nəsən obyekt. Düzdür adaş, necə olar? Valla da evində otura, qardaş, burada da pulunu qazan, həm də evində yaşa. Valla bir dənə burada, baba bu hissədə bir dənə qəşəng marketlik.